Xəbər verdiyimiz kimi Mənzil İnşaatı Dövlət Agentliyi növbəti güzəştli mənzil satışını həyata keçirib. Satış Övsan Yaşayış Kompleksinin 1-ci və 2-ci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran, Binəqədi, Şirvan və Yevlax Yaşayış Komplekslərindəki mənzillər üzrə baş tutub. Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulurdu. Texnobloger Fərid Pərdnəşnaz satışların bir dəqiqəyə başa çatdığını deyir. O bildirib ki, bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını qeyd ediblər. Vətəndaş Tural Tağzadə isə prosesi əyani şəkildə çəkərək video paylaşıb. Onun sözlərinə görə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan sosial evlər bu dəfə müəmmalı şəkildə 10 saniyə içərisində udulub. Heç bir şərh bildirmədən videonu diqqətinizə çatdırırıq. Baxın dostlar, yenə də fırıldağı əl atıblar. Təsəvvür edin ki, çox sürətli şəkildə mən yəni bacaram da, əl sürətim də var kifayət qədər. Eləməmə baxmayaraq burada süni problemi yaradıblar. Ona görə də sadəcə çəkib sizinlə paylaşıram. İstənilən halda evlər satışda deyil. Yazır ki, satışda deyil. Bu da bir daha sübut edir ki, bunlar şablondur. Sadəcə saniyələr ərzində xüsusi xakerlər tərəfindən, xüsusi insanlar tərəfindən satılır. Ola bilsin ki, bu bir iddiadır. MİDA tərəfindən hər hansı bir əməkdaşlarla da əlaqəli şəkildədir. Çünki bu mümkün olan bir iş deyil də. 2017-dən bəri oynayırıq, amma hər səfərində belə problemlər yaranır. Onu çəkməkdə məqsəd də budur ki, sizlərə bir daha sübut üçün göstərək ki, bax, artıq satılıb heç nə yoxdur. Çox sürətli bir şəkildə etdik də bunu. Yəni, bundan tərəfəsi yoxdur. İnternet də sürətlidir, kompüter də sürətlidir. Əlimiz də şükür Allaha itidir. Çox təəssüflər olsun ki, belə bir vəziyyətlə rastlaşdıq. Və bizi kimlər heç bir vaxtı ev ala bilməyəcək sosial evlər. Çünki bu bir monopoliyadır, xüsusi insanlar var, xakerlər deyirlər, onlarla işləyirlər. Mən müraciət edirəm bizim xüsusi xidmət orqanlarına bu işi nəzarətə götürsünlər, şərait yaradılsın bizlərə. Bizim yeganə sosial evlərdir ümidimiz. Çünki belə digər evlər, sosial olmayan evlər çox bahadır. Dövlət xüsusən həssas kateqoriyalar üçün bu şəraiti yaradır. Oldu dostlar, xahişim budur, izləyək, maksimum paylaşar aidiyyatı orqanlara çatması üçün.